İkinci sinif növbəti səhifəni işləyək və burada olan qayda rasional ədədlərin vurulması ilə olan qayda ilə eynidir. O yüzden əgər əvvəlki videoya baxmışdınsa, orada mən qaydanın PDF-ini qoymuşam və eləcə də bizim ödənişsiz WhatsApp qrupumuza yerləşdirmişəm. Əgər hələ də üzv deyilsənsə, aşağıda link var. Oradan keçid elə və faydalan. Və kanalıma da abunə ol ki, tezliklə 100.000-ə çataq. Biz isə başlayaq. Deməli, rasional ədədlərin bölünməsi 9-cu çalışmadan başlayıram. Biraz bunu böyüdəcəm. Aha. Bizə deyir ki, bölmə əməlini sadəcə yerinə yetirəcəyik. Biz burada, dəyərli şagird, biz burada. Artıq bu kəsirlərin bölünməsini sən 6-cı sinifdən bilirsən. Biraz bu hissələri sürətli gedəcəm. Bilirsən də birinci kəsiri saxlayırıq, ikinci kəsiri tərsinə çeviririk və vururuq. Əsas bizim burada məqsədimiz bu işarələrin nə olmasıdır. Yadında saxla, 2 mənfini böləndə cavab müsbət eləyir. Və ya belə deyim, cüt sayda mənfini böləndə cavab müsbət eləyir. Tək sayda mənfi olanda cavab mənfi eləyir. Deməli, 2 mənfi varsa cüt sayda cavabımız müsbət eləyəcək. Mən sadəcə 4-də 3 ilə 5-də 1-i böləcəm. Bunun üçün dəyərli şagird 4-də 3 vurulsun 5-də 1 yazacağım. İxtisar yoxdur deyən cavabımız eləyəcək 20-də 3. İndi buna baxıram. Burada hər 2 mənfi varsa cavabım olacaq müsbət və sadəcə 3-də 2 ilə 6-da 5-i böləcəm. Bunun üçün 3-də 2-ni vuracam 5-də 6-ya. İxtisar var təbii ki, 6 ilə 3, burada 2. Deməli, cavabım olacaq 5-də 4. Biraz bunu nazik eləyim. Və növbəti, burada bir dənə mənfi var deyən cavabda mənfi olacaq və 8-də 5-i vuracam 1-də 3-ə. O mənfini də cavabda qarşıda yazmışam deyəndə 3-də 1-in mənfisini yazmıram. Burada da ixtisar yoxdur deyən cavabım olur mənfi 8-də 15. Bunu da düzgün olmayan kəsir olduğu üçün qarışıq ədədə çevirə bilərsiniz, belə də saxlaya bilərsiniz. Burada isə cavabımız mənfi olacaq, çünki bir dənə mənfimiz var və 11-də 7-ni vuracam 4-də 5-ə. İxtisar yoxdur, ona görə olacaq 44-də 35. Növbəti Y variantına baxaq. Burada da hər ikisi mənfi olduğuna görə cavabım müsbət eləyəcək. Buradan yazım. Və 7-də 3-ü vuracam. Bilirəm axı, bunun məxrəci adi halda 1-dirsə, onda mən bunu çevirsəm 6-da 1 olmuş olacaq. İxtisar eləyərəm. Cavab 14-də 1 özdə müsbət. Burada da dəyərli şagird cavabım müsbət olacaq. Deməli, 3-də 2-ni vuracam 5-də 4-də. İxtisar yoxdur, ona görə olur 15-də 8. Bu misalda isə cavabım mənfi qalacaq, çünki bir dənə mənfi var. Əvvəlcə mən birinci kəsiri düzgün olmayan kəsir şəklində yazacağam. Olacaq 3-də 4, vurma eləyəcəm. İkinci kəsiri isə 2-də 5 yazacağam. Və ümumi olaraq qarşıya mənfi yazıram. Bunu eləyə bilərik. Bərabərdir. Deməli, mənfi 6-da, yox, ixtisarımız var. Aha. Onda 3-də 10 edir. Deməli, mənfi 3-də 10. İndi baxaq bura. Biri mənfi, biri müsbət ədədlərin vurulmasıdır. Təbii ki, cavabımız mənfi qalacaq və 5-də 6-nı vuracam 1-də 4-də. Cavabımı eləyəcək mənfi 5-də
24. Dediyim kimi, bunu istəsəniz qarışıq ədədə çevirə də bilərsiniz, belə də saxlaya bilərsiniz. Bu misala baxıram. Hər ikisi mənfi olduğuna görə cavabım müsbət eləyəcək və bu əməliyyatı aparmaq üçün mən birinci növbədə bunu düzgün olmayan kəsrə çevirsəm 7-də 15 vurulsun. Bu isə 9-a 14-ə çevrilir. İxtisarım təbii ki var. Bunları 3-ə gedərəm. Bu 3, bu 5 qalar. Məxrəcdə 3, sürətdə 10 qalacaq. Burada nə edirik? Yenə hər ikisi mənfidir deyən cavabımız müsbət olacaq. 9-da 8. Burada birinci bunu çevirirəm. Bu eləyir 3-də 8. Amma bunu vurmaya çevirdiyimə görə təbii ki bu olur 8-də 3 və ixtisarım gedir, 9-dan 3-də gedir. Cavabımız olur 3-də 1. Növbəti, yenə də birinci işarəyə baxıram. Təbii ki, işarəm mənfi qalacaq, çünki bir dənə mənfidir və 14-də 9-u vuracam 6-da 1-ə. Çünki bunun məxrəci boşdursa 1 sayılır. Və ixtisarım bəli var. 3-ə ixtisar eləyərəm. Burada 2 qalar, burada 3. Daha ixtisar yoxdur. Məxrəcdə 28, sürətdə 3 qalır. Burada nə edirik? Hər ikisi mənfi olduğuna görə cavabımız müsbət və 6-nı vururuq 5-də 3-ə. İxtisar yoxdur, o yüzden cavabımız olur 5-də 18. Növbəti 10-cu sual da eynən bunun kimidir. Gəlin, baxaq. Deməli, əvvəlcə deyir, qismətin işarəsini müəyyən edin, sonra qiymətini tapın. Biz də elə bayaq, onsuz da elə elədik. Qismətin işarəsi dedik ki, cüt sayda mənfi olduğuna görə cavabımız müsbət eləyəcək və bizə qalır sadəcə 3/6-nı 2/4-ə bölmək. Deməli, dəyərli şagirdlər, bunun bilirsiniz ki, bir neçə yolu var. Ya istəyirsən bunları kəsrə çevir, böl, ya belə onluq kəsirləri budaqlı şəkildə böl. Fərqi yoxdur, hər ikisi keçərlidir. Mən budaqlı şəkildə bölüb tapıram çox vaxt, əgər rahatdırsa. Sonra B variantında əvvəla dediyimiz kimi işarəmiz müsbətdir və bizə qalır 0,34-ü 1,7-yə bölmək. Bu isə eləyir 0,2. Burada isə işarəmiz mənfidir və 1,8-i 1,2-yə bölürük. Burada da cavabımız 1,5 alınır. D variantında isə işarəmiz mənfidir. Niyə? Çünki bir mənfi var. Və sənə qalır 0,54-ü 0,9-a bölmək. Bilirsən də vergülü bir addım gətirəcəksən. 5,4-ü elə bil 9-a bölmüş olacaqsan. Bu da təbii ki 0,6 edəcək. Y variantına baxaq. Burada əvvəla işarəmiz müsbət olacaq. Sonra bayaq etdiyimiz misaldakı kimi kəsirləri birinci düzgün olmayan kəsrə çevirəcəm. Birinci olacaq 9-da 11 vurma eləyəcəm. Bu isə 3-də 11 eləyir. Amma biz onu vurmaya çevirdiyimizə görə bu 11-də 3-ə çevrilir. Və 11-lər, 3-lər ixtisar gedir. Cavabımız qalır müsbət 3-də 1. Bura baxaq. Cavabımız mənfi qalacaq. İndidən bilirik. Çünki bir dənə mənfi var. Bu eləyir 4-də 5. Bu isə eləyir 2-də 5. Təbii ki, onu tərs çevirmək lazımdır. 5-də 2 yazmaq lazımdır. İxtisarlarımız gedir. Cavabımız mənfi 2-də 1. C variantına baxaq. Təbii ki, cavabımız mənfidir. Çünki bir dənə mənfi var
və 0,9-u 1,5-ə böləndə elə bir vergüllər getsə 9-u 15-ə bölmüş olursan, o da təbii ki 0,6 edir. Növbəti H sualında cavabımız əvvəla mənfidir, bunu bilirik. Sonra bu eləyir 3-də 5, vurmaya çeviririk, 1-də 6 yazıram və ixtisar edirəm. Məxrəcdə 1 qaldığına görə, çünki burada 1 qalır axı, 1-i məxrəcdə yazmırıq ümumiyyətlə, sadəcə sürətdən alınan cavabı yazırıq. Bu da eləyir -10. Gəldik bura. Deməli, -1,5 və müsbətdirsə cavabın mənfi eləyəcək. Biri kəsir, biri onluq kəsir olduğuna görə mən nə edirəm? 1,5-i saxlayıram. Bu 1,8-də 7-ni çevirirəm onluq kəsirə. Dəyərli şagirdlər, bunu necə eləyirlər? 7-i 8-ə bölürük. 0,1000-də 875 eləyir. Lakin bunun qarşısında 1 tam var deyən, bunu 1,1000-də 875 kimi yaza bilərik. Və cavabımız təbii ki mənfi olacaq. İndi 1,5-i böləcəyik 1,1000-də 875-ə. Bu isə bizə 0,8 verəcək. Vəssalam. İkinci yol, gəlin məsələn J bəndini ikinci yolla deyim. Bu dəfə onluq kəsiri adi kəsirə çevirməklə eləyə bilərik. Və mən sizə bir rahat yol deyim. 1,8-i adi kəsirə tez çevirmək istəyirsinizsə düzgün olmayan kəsirə. Onda bax vergüldən sonra neçə rəqəm var? Bir dənə. Məxrəcə bir dənə 10 yaz və burada alınan ədədi sürətə yaz. Bölməni bilirik ki, biz vurmaya çevirəcəyik. İşarəmiz mənfi olacaq. Qabaqda yazıram. Bunu da necə eləyirdik? Birinci çevirirdik düzgün olmayan kəsirə. Bu eləyir 2-də 3. Amma onun tərsini yazırdıq. 3-də 2 yazırdıq. İxtisar getdi 5, ixtisar getdi 6. Cavabımız 5-də 6 olur. Belə. 9-cu və 10-cu çalışmaları həll etdik birlikdə. İndi isə 11-ci çalışmaya baxaq. Nə deyir bizə? Boşluğu dolduracağıq, dəyərli şagirdlər. Bunun üçün təbii ki, vurmadırsa, biz nə etməliyik bu boşluğu doldurmaq üçün? Yadınızda saxlayın ki, cavabı digər məlum vuruğa bölmək lazımdır. Yəni 0,9 bölünsün, -0,9 yazmaq lazımdır. Bu da təbii ki, cavabı neçə eləyir? -1 edir. Buradakı boşluğu tapmaq üçün yenə də cavabı 1-i bölmək lazımdır məlum vuruğa. Bunu mən birbaşa 2-də 3 kimi yazacağım. Elə bir 1 bölünsün, -2-də 3. Yadınızda saxlayın ki, 1-i istənilən ədədə böləndə onun tərsi alınır. Deməli, bizim ədədimiz -3-də 2 alınacaq. C variantına baxaq. -1,4 vurulsun boşluq bərabərdir 0. Yadınızda saxlayın, istənilən ədədi 0-a vurarkən cavab 0 alınır. Burada da 0-ı istənilən ədədə bölərkən cavab 0 alınır. Deməli, buradakı cavablar sadəcə 0-dır. 12-ci çalışmaya baxacağıq. 12-ci çalışmada istəyirəm ki, əlavə bir vərəq açacağım sizin üçün. Niyə? Çünki burada rahat yazmaq olmur, dəyərli şagirdlər. Və başlayaq. 12-ni işləyirik sizlə. A variantına baxaq. Baxın, dəyərli şagirdlər, biz buradan bölünəni tapırıqsa, bölünəni tapanda qisməti bölənə vurmaq lazımdır. Və işarələrimiz də müsbətdir deyə burada sadəcə müsbət cavabımız olacaq. 0,48. B variantına baxaq.
Hə, burada dəyərli şagirdlər. Birinci növbədə mötərizəni köçürdürsən aşağı. Axı bu vurmadır. Bunu tapanda 2,4-ü nəyə vurublar ki, cavab 0 alınıb? Elə 0-a, düzdür? Onda deyirsən ki, deməli bu ifadə bax bərabərdir 0-a. Yaxşı, buradan x-i tapanda nə edərsən? Üstə gəlmədi axı. 0-dan bu 5-i çıxarsan. 0-dan da 5-i çıxmaq olmur deyən. Cavabımız nə edir? -5 edir. C variantına baxaq. C variantında da biz x-i tapanda, bax bu vurma sayılır, yadınızda saxlayın. Ortada heç nə yoxdursa, bitişik yazılıbsa, bu vurma sayılır. Deməli biz vurmaya görə x-i tapanda 3/6-nı böləcəyik nəyə? 2/4-ə. Əvvəla baxırıq ki, qoy aşağıdan yazım. Əvvəla baxırıq ki, dəyərli şagirdlər, 1 - 1 müsbət ədəddirsə bölmə zamanı cavabım təbii ki, mənfi qalır və 3/6-nı bölürük sadəcə 2/4-ə. Bunu dediyimiz kimi budaqlı bölməklə də yaza bilərsiniz, belə də yaza bilərsiniz. Sonra D variantına baxırıq. Burada da x-i tapanda vurmadı axı. Deməli, cavabı, yəni 6-nı böləcəyik -7-də 2-yə. Biz bölməni necə eləyirdik? Vurmaya çevirirdik və ikinci kəsrin tərsini yazırdıq. Cavabımız nə olacaq? Bəs cavabımız təbii ki, mənfi olacaq. Və 6 ilə 2-ni ixtisar eləyərik. Cavabımız -21. Y variantı. Y variantından x-i tapanda, burada artıq biz böləni tapırıq. Böləni tapanda yadında saxla ki, bölünəni, yəni 2/1-i bölürsən təzədən cavaba. Bölmədə tək sayda mənfi varsa cavabım mənfi olacaq və mən burada 2/1-i 5/6-ya vurmuş olacağam. İxtisarım var, cavab 5/3 edəcək. F bəndi. Burada da bayaqki məntiqlə 3-ü nəyə vurub 0 alıblar? 0-a. Deməli, onda deyirsən ki, onda bu ifadə bərabərdir 0-dır. Yaxşı, bu ifadə 0-dır. Onda 2x-i tapanda 0-dan 3-ü çıxarıq. -3 eləyər. Və 2-ni nəyə vurub -3 alıblar? Təbii ki, bunu tapmaq üçün -3-ü bölürük 2-yə. Bu isə -1/5 deməkdir. Buradan yeni səhifə açıram. Burada isə bizim C bəndimiz və H bəndimiz qalıb. Hə, dəyərli şagird. İndi isə biz buradan birinci bu mötərizənin içərisini köçürdürəm. Bərabərdir. Nə yazıram? -2/5-də 2. Mən bunu birbaşa 5-də 12 yazacağam. Çünki bölməklə əməliyyat eləyəcəm. Və bölünsün -5/4. Əvvəla bərabərdir qoyub bunun cavabını bura birbaşa yazarıq. Əvvəla mənfilər olduğuna görə cavabım müsbət olacaq. Bölməni elədiyimə görə tərs çevirəcəm. 4-də 5. İxtisarlarım var. Cavabım 3. Bax, 2 çıx x bərabərdir 3 almışamsa, mən burada x-i tapanda x çıxılan rolundadır. Yəni, bir sözlə mən çıxılanı tapmış oluram. Bunun üçün azalandan, yəni birinci ədəddən çıxıram cavabı. Bu da eləyir -1. Və gəlirik axırıncı H bəndinə. Burada da dəyərli şagirdlər, birinci yenə də biz çıxılanı tapmaq istəyiriksə 3x bərabərdir. Onda azalandan, yəni -1/3-dən çıxıram fərqi, yəni -15-də 2-ni. Hə, burada nə edəcəm, dəyərli şagirdlər? Bu olduğu kimi qalsın. Bax, yadınızda saxlayırsınız 2 mənfi, bu həm də vurma deməkdir burada. Yəni, bu mənfini bu mötərizəyə vurmaq sayılır.
Bu da deməli müsbətə çevrilir. Müsbət 15-də 2. Təzədən yazaq 3x bərabərdir. İndi buranı hesablayaq. Buranı hesablayanda yadımıza bir şeyi salaq. Biri mənfi, biri müsbət ədədlərin toplanması zamanı böyükdən kiçiyi çıxırıq. Burada təbii ki, böyüyümüz 1/3-də 2-dir. Niyə böyükdür ay müəllim? Çünki bunun tam hissəsi 1/. O yüzden. Deməli, mən əslində burada mənfini saxlayacağam. Çünki mənfi böyüyün işarəsi qalır. Və 1/3-də 2-dən 15-də 2-ni çıxmış olacam. Təbii ki, mən bu 3 ilə 2-ni 5-ə vuracam ki, məxrəcim 15-ə gəlsin. Onda 1/15-də 4, 4 deyirəm, 10 çıxılsın 15-də 2. Bərabərdir mənfi 1/15-də 8 yazırıq. Hə, indi x-i tapanda mənfi 1/15-də 8-i böləcəm 3-ə. Bölmə zamanı mən mənfi 1/15-də 8-i düzgün olmayan kəsir şəklində yazacağım. Bu eləyəcək 15-də 23 və böləcəm 3-ə. Bölməni yerinə yetirirəm. Bu isə mənfi 15-də 23 vurulsun 3-də 1 deməkdir. İxtisarımız yoxdur. Ona görə cavabımız eləyir. Mənfi 45-də 23. Hə, bu biraz uzun getdi, dəyərli şagirdlər. İndi isə gəlirik bu səhifədə olan məsələlərə. 13. Dəniz səviyyəsindən hər 100 metr qalxdıqca havanın temperaturu 0,65 dərəcə azalır hər 100 metrə. Dəniz səviyyəsində havanın temperaturu 14 dərəcə olarsa, 2000 metr hündürlükdə havanın temperaturu nə qədər olar? Deməli, biz birinci 2000 metrdə nə qədər 100 metrlər var? Biz birinci ona baxmalıyıq. Axı, hər 100 metrdən bir dəyişiklik olur. Deməli, birinci əməlimiz bunu bölürük, bu eləyir 20. Deməli, 20 dəfə bizim temperaturumuz azalacaq. Amma hər dəfədə nə qədər azalır? 0,65 dərəcə azalır. Deməli, 20-ni vururam 0,65-ə. Bunu elə bir 2-ni 6,5-ə vurmaq deməkdir. Praktik yollardan istifadə edin. Bu oldu 13 dərəcə. Deməli, düşünün ki, 2000 metrə qalxdıqda sizin temperaturunuz, yəni 14 dərəcə olan temperatur, 13 dərəcə aşağı düşəcək. Bu nə deməkdir? 14 dərəcədən 13 dərəcəni çıxıram. 2000 metr yüksəklikdə cavabımız olacaq 1 dərəcə. Və ikinci bəndinə baxırıq. Bunu işləyirik. Deyir, 2000 metr hündürlükdə olan təyyarə daha neçə metr yuxarı qalxsın. İndi hal-hazırda 1 dərəcədə də 2000 metrdəyik. Yuxarı qalxsın ki, həmin hündürlükdə havanın temperaturu mənfi 18,5 dərəcə olsun. Hə, indi biz baxaq ki, 1 dərəcədən mənfi 18,5-ə gəlmək üçün neçə dərəcə azalmaq lazımdır? Bu da, deməli, belə bir şey eləyə bilərəm. 1 dərəcə üstə gəl x dərəcə bərabərdir mənfi 18,5 o alıblar. Onda mən x-i tapanda mənfi 18,5-dən 1 dərəcəni çıxacam. Bu eləyəcək mənfi 19,5. Əla. Axı, mən də bilirdim ki, hər 100 metrə 0,65 dərəcə azalır. Onda bu 19,5-i bölürəm 0,65-ə ki, görün burada neçə dənə 100 metrlər var.
Deməli 19/5 böl 0,65. Hə. Burada olur 30 dənə 100 metr. 30 dənə 100 metr də nə deməkdir dəyərli şagirdlər? 3000 metr deməkdir. Belə. Qəşəng məsələdir. Keçək 14-ə. Cədvəldə atmosfer təzyiqinin 3 gün ərzində dəyişməsi haqqında məlumat verilib. 3 gün ərzində dəyişməsi. Yəni birinci gün -0,3 dəyişib, ikinci gün -0,6, üçüncü gün müsbət 0,3 dəyişib. İndi birinci sualımız nədir? Atmosfer təzyiqinin 3 gündə dəyişməsinin ədədi ortası nə qədər olub? Ədədi orta necə tapılırdı yadımıza salaq? Bu verilənləri toplayırdıq və bölürdük sayına. Sayda 3-dür. Gəl baxaq. Burada praktik biz hesablama eləyə bilərik. Necədir praktik hesablama, dəyərli şagirdlər? -0,3 ilə müsbət 0,3 bir-birini sıfıra aparır. Çünki birindən o birini çıxarsan, yerdə qalır -0,6 böl 3. Bu isə eləyir -0,2. Növbəti bənd. Bu birinci bənd idi. Növbəti bənd deyir ki, növbəti gün atmosfer təzyiqi nə qədər dəyişərsə, 4 gündə dəyişmənin ədədi ortası əvvəlki 3 gündə dəyişmənin ədədi ortasına bərabər olar. Bu nə deməkdir? Dəyərli şagirdlər. Bu o deməkdir ki, yəni biz -0,3 üstəgəl, -0,6 üstəgəl, 0,3 cədvəldəkilər üstəgələm. Bu 3 gün. İndi bunun üstünə bir 4-cü gün gəlmişəm, amma bilmirəm də, yəni x olaraq götürmüşəm. Bölmüşəm bunu 4-ə, amma deyir cavab əvvəlki ilə eyni çıxır. Əla. Onda nə edərəm? Mən bayaq gördüm ki, bu sıfıra getdi. Və mən bu 4-ü çarpaz -0,2-yə vuraram. Deməli, əlimdə nə qalır? -0,6 üstəgəl x bərabərdir -0,8. Və mən buradakı x-i tapanda -0,8-dən çıxacam -0,6-nı. Biz bu iki çıxmanı yan-yana görəndə nə edirdik dəyərli şagirdlər? Təbii ki, üstəgəl yazırdıq və bunun cavabı isə olur -0,2. Bu qədər. Növbəti səhifədə, növbəti videoda görüşərik. Sağ olun.